təbliğatla bağlı Media Liga haqqında? Mənə çox şaddır ki, mən bu Media Basketbol Liqasındayam və çox şad oldum ki, komandamı qalibiyyətə daha da yaxınlaşdırdım. Biz bir komanda olaraq oynadıq və doğrudan da bu çox gözəl turnirdir. Hamımız çox şadıq ki, burada iştirak edirik. Və komandanın ən güclü oyuncusu sizsiniz. Biz bunu hiss etdik, gördük. Çox sağ olun. Şanslar nə qədərdir, şanslar? Favorit kimdir, favorit? Mənim favoritim? Bəli. Mənim favoritim Can Tigers komandasıdır. Ümid edirik onlarla finalda qarşılaşarıq. Uğurlar sizə növbəti oyunlarda. İnanıram ki, ən yaxşı mübarizəni aparacaqsınız növbəti oyunlarda da. Minnətdaram, sağ olun. Sağ olun. Bəli, indi Baku Wolves və Bulls Division komandaları karşılaşırlar. Bu Baku Wolves komandasının ilk oyunudur. Kifayət qədər tanınmış şəxslər var. Baku Basket Wolves komandasının heyətində. Badminton idman növü ilə məşğul olan bir oyuncu da var. Orxan Qələndərov Basket Wolves'un heyətindədir. Şəhriyar Əbilovu görürük, teleaparıcı. İlk oyununu keçirəcək Basket Wolves komandası. Baxaq, onlar hansı nəticəni göstərəcəklər. Püş vasitəsilə topun ilk hücumun hansı komandada olacağı dəqiqləşdirilir. Anastasiya Slojenitsina oyunun hakimidir və Zaur Simiyev bu görüşdə hakimlik edəcək iki şəxs. Oyun başladı və hələ ki komandalar xal qazana bilməyiblər. Vaxt gedir. Məncə bu maraqlı oyun olacaq. Burada bəzi oyunçular var, hansı ki məşq vaxtı müəyyən. Kimlərdir məsəl üçün? Bizə Misal üçün Orxan Qələndərov. O daimi olaraq məşqlərə müntəzəm gələn və daimi özünün üzərində işləyən adamlardandır. Badminton idman növü ilə məşğuldur. Bəli, badminton. Əbilov Şəhriyar uşaqlıqda Teleaparıcı. Bəli. O da bir müddət basketbolla yaxından tanışdı. Müəyyən bir müddət oynamışdı. Basketbolun təməllərini bilir. Favorit hansı komandadır Famil bəy? Favorit əslində mənim üçün Can Tigers komandadır. Burada bu oyunda. Bunlarda bu
Division məncə. First Division. Çünki Sultan Hüseyn də tez-tez məşqə gəlir. Düzdür. Effortları, əziyyətləri daha çox Baku Wolves'un çoxdur. Amma yenə də inanıram ki First Division Mübarizə oyunun olacaq. qalib olaraq Qalib olacaq, hətta qalib olacaq. Çətin oyundur. Bəli. Artıq Görək. 1 dəqiqə yarım keçib, amma hələ ki hesab açılmıyor. Hal yoxdur, 0-0 hesab. İki dəqiqə yerdə qalıb, xal yoxdur hələ ki, hesab 0 açılmıyor. gol. Görək oyun necə gedəcək. Çətindir, oyunçuları da başa düşmək olar. İlk dəfədir belə bir səviyyədə Tam razıyam. kütlənin qarşısında basketbol oynayırlar. Bəli. Şəhriyar Əbilov. Şəhriyar Əbilov artıq korpusla oynayır. Rebound. Bravo. Rebound götürmək iki nəfərin arasından. Orxan Qələndərov. Gözəl ötürmə bu da. Bu da yaxşı. Arif Zeyn. Bitirə bilmədi. olsun ki. Sığorta etmək istədi. Qələndərov Səbətin içərisindən çıxdı. Şəhriyar Əbilov daha aqressiv oyun göstərir. Korpusla oynayır ki, oyunçunu auta çıxartsın. Laf Suma istər kimi. Çox maraqlı. Görəsən 0-0 bitən oyun olacaq, maraqlıdır. Məncə o qədər də olmaz. O qədər də olmaz. 0-0 bitər. Olmaz. Ən azından bir hesabı açılacaq, ola bilər ki hesab açılar. Ən azından bir xal ola bilər. Bir xal. Görək. Hələ ki xal yoxdur. Amma vaxt çox gedir. Yes. 4 dəqiqə yaxın vaxt gedir. Ya amma deyim yaxşı başlamışdılar ha. Aktiv, dinamik ötürmə, bir-birinə səbət altından düşə bilmədilər də. Sadəcə bir dənə hop, Kərimov hesabı açır. Oyun hesabına, Boy, oyun bəli, hesabına. basketbolda boy öz sözünü deyir basketbolda. Bəli. İkinciden ötürmə, bir daha same topu itirir amma foul eləyir. Sultan Hüseyn bəy özünü Gözlür hələ. biraz Hələ səbrini gözləyir. basıb hələ ki gözləyir. Əslində qayda pozuntusu var idi. Kaçta gedir hakimlər? Hakimlər sağ olsunlar, Normaldır. çox Anastasiya Slajnitsina və Zaur Simiyev. Jest nedir hələ ki? Bəli. Tam Hakimlər. 3'ə 3 qaydalarına uyğun olaraqdan deyil də bir balaca bəzi o qayda pozuntularına göz yumurlar. Olmalıdır. Bəli. Bunlar basketbolçular Həvəsdən öldürməmək üçün bu mütləqdir. profesional deyirlər. Bəli. Rüstəm Kərimov əli ilə Və əl içəriyə işarələ. tırmətmək lazımdır. Və yenə də boy öz sözünü deyir canım və yenə də boy öz sözünü deyir. Boy sözünü deyir. Bəli. Əvəz olma var. DJ Elşən çıxdı oyuna görək. Onun yaxşı driblingi var. Yəni müqayisə edəndə buradakı oyunçuların daxilində müqayisəli formada onun driblingi daha yaxşıdır. nisbətən Daha yaxşı. daha Bəli. Demək olar ki, əksəriyyət blogerlərdir. Bəli. Komandaların heyətində müğənnilər var, Media telefonçular var. nümayəndələri deməzdim də tanınmış simalar Tanınmış deyərdim. simalar deyir. Media tamam fərqli. Bəlkə də peşənin insanları da. Ay, qayda pozuntusu var idi. Ciddi idmançılar da var burada. Bəli. İdmançılar çox təşkil edir. Elə Alfonso'nun adını bilsək deyik. Alifon peşəkar Olimpiya boksyordu. mükafatı, gümüş medalı qazanmış şəxs. Orxan biraz hərəkət eləmək istəyir. Orxan Cəhdi Nəsə amma eləmək istəyir. ay, meydandan kənara çıxdı. Top. Əvəz etmə var. Sultan Hüseyn bəy geri dönür oyuna.
Familya bütün görüşlər bugün yekunlaşacaq. Bəli, Yarın bəli, final, bəli. final, hər bir görüşlər, qrup oyunları, Hal-hazırda dörd qruplardan 4 qrup komanda. var. Bəli, bəli. Hər qrupda 3 komanda var. 3 komanda, hər bir komanda 2 dəfə oynayır və məğlub olan komanda qrupda qalır. Qalib qalibi yarım finala vəsələ. Bəli, bəli, bəli. Qrup daxili artıq bir çempion çıxır yarım finala Daha sonra yarım final, final. və onlara qalibimizi müəyyən edirik. Bəli. Boy avantajından istifadə edib Kərimov Kərimov Rüstəm vurdu, topu səbətə saldı və getdi bencə. Hansı peşə ilə məşğuldur, bəlkə bilərsiniz. Aparıcıdır, peşəkar aparıcıdır. DJ Elşən. Bençə gedən. Bəli, peşəkar aparıcıdır. Mən basketbol üstünlüyətində olan oyuncu dedim. Elşən yox, Elşən deyil o. DJ Elşən DJ deyil. Yox, o kənarda əyləşən şəxs var. Kərimov Rüstəm. Kərimov Rüstəm. aparıcıdır o. Bəli, peşəkar Bəs onun yanında Onun yanında DJ Seyimdir. Bəli. DJ Seyim. İnsanlara Bizim məlumat tanınmış verək ki, DJ-lərimіздəndir. Bəli. Tam razıyam sizdən. bilsinlər ki, iştirakçılar kimlərdir, nə hansı peşə ilə məşğuldurlar. Oyunda İsmail bəy var. İsmail bəy çox gözəl xoreografdır. 17 nömrəli oyuncusu. Bəli. Pulse MDB Division komandasının oyunlarının, yanında. MDB oyunlarının səhv etmirəmsə, bütün oyun xoreografiyasını hətta Ay bravo. Belə İsmail bəy, istedadlı bəli. Burada hətta və gördüyünüz olar ki, digər komandalardan da dəstək var. komandalar artıq bir balaca yorğunluq hiss olunur. Son 2 dəqiqə qalıb. çox çətindir. Yorğunluq hiss olunur. Bəli. Dinamika var, dinamika. Çox çətindir. Biz hətta tam Siz daha yaxından maraqlanırsınız bu idmana. Mən bilirəm, hətta məndən də daha çox, daha yaxından, daha sıx. Mən əsas peşə 5 basketbolun şəhərlərində işləyirəm. Düzdür, söz basketbolu şəhərləmişəm, amma o yaxınlıq var ki, hansı ki bizim qadınlardan ibarət milli komandamızda tez-tez qadın seriyası olur. Ondan sonra Avropa Kuboku səfərləriniz Danimarkada siz, Danimarkada. Bəli. Biz Danimarkaya yola düşmüşük. Avropa düşmüşdünüz, çempionatı, bəli. Avropa çempionu, vice qalibi olmuşdu. Çox böyük bir uğurdur. Niderland bir- millisinə məğlub olduq. Yəni bizim bir qədər problem çəkdiyimiz yığmada, amma biz məğlub edəcəyik onları. Mən sizə deyim ki, İnanıram. yaxın qısa zamanlarda bizim 3-ə 3 millimiz, qadınlardan ibarət milli komandamız adı üstə böyük turnirlərin çempionu olacaq. Bu potensial bizim 3-ə 3 millimizdə var. Və o hiss olunur. Çox gözəl ötürmə izlədik və xal qazandı. Nadir gəldi, Nadir Nadir burdadır. gəldi, Məşqçimiz mən Nadir burdadır. icazə verim, Nadir bəy, Buyur, şəhəri davam buyur, etsin. buyur, buyur. Hələ vaxtlarda var, heç nə üçün gec deyil. 4-0, bir dəqiqə qalıb oyunun sonuna. Orxan Qələndərov. Ay, top onun ayağına dəyir və oyun zonasını tərk edir. Qaçırmayın. Hədiyyələr olacaq, bəli, hədiyyələr var. Azarkeşlər arasında keçiriləcək müsabiqəyə əsasən. Topu kontrol etmək çətin irəlidə. Saniyələr qalıb artıq oyun yekunlaşmaq üzrədir. Son hücumlardan biri Yaxalla. Hə, salam. 4-1, 11 Yenə mən, saniyə. yenə burada. Basket Wolves qələbə qazanır. Basketbol səhv eləmirəmsə Orxan Kələntərov. Orxan Bəli. Kələntərovun komandasıdır. Çox perspektivli oyunçudur. Fol, bəli, sərbəst atış olacaq. Məşhur Aparıcı. Go Basketbol Uşaq Basketbol Akademiyasının təsisçisidir. Orxan bəy. Badminton üzrə. Yox, basketbol və Volan badminton məktəbinin direktorudur. Hansı basketbol məktəbi, onu da deyək. Go Basketbol Akademiyası Orxan Qələndərovundur. Özü də belə deyim, uşaq basketboluna böyük dəstəyi var.
uşaq idmanına böyük dəstəyi var və özü də idmandadır. Yəni idmanla məşğul olur. Amil Əmzəyevin yaxın dostlarından biridir. Bəli, bəli, onu da qeyd Yəqin eləmək Amil olar. Əmzəyev bizi izləyir, bizim kapitan oyunçumuz. Millinin kapitanı, Neftçinin kapitanı. Burada 77 nömrəli oyunçunun hesabına çox xallar qazandı. Basketbolist. 2 xal mən gördüyüm qədərilə 77 nömrəli oyuncu qazandı. Kərimov. Riyad. Aparıcı olmalıdır səfər. Yox, müğənnidir. Müğənnidir, bəli, çox tanınmış müğənnidir. Və bilmirəm hətta Murad Cəlilli yoxsa Kərimov burada ən hündür oyunçudur. Onu da biz bilərik birazdan.